Salam, hörmətli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər. Bugün 2025-2026-cı il tədris ilimiz necə təşkil olunacaq, dərslərimiz necə təşkil olunacaq, sırf idi, izahlar atılacaqmı, canlı yayımlar asılacaqmı, bununla bağlı qısaca məlumat vermək istəyirəm. Öncəliklə deyim ki, deməli müəllimlər, əvvəlki videolarda məlumat verdiyim kimi artıq əyani dərslərimiz Bakı şəhərində tədris olunacaq. Bakı şəhərində 2 ünvanda əyani dərslərimizə qoşula bilərsiniz. 28 may filialı və eyni zamanda elmlər filialında, Edukampaninin qeyd etdiyim filiallarda 28 may və elmlər filialında dərslərimə qoşula bilərsiniz, əyani dərslərimə. 28 may filialı deməli yerləşir Dillər Universitetinin əsas korpusuna üzbəüz. Elmlər filialı isə yerləşir Bakı Dövlət Universitetinin yaxınlığında. Aralarında məsafə 2 dəqiqəlik bir məsafə olmalıdır. Deməli, nəyə qeyd etmiş olacam? Əyani dərslərimizdə 4-cü kurs tələbələrini nəzərə alaraq dərs saatları saat 9:00-a salınıb. Yəni, Azərbaycan dili 9:00-da başlayacaq, 9:00-da, ədəbiyyat isə 10:30-da başlayacaq. Dərs günlərimiz isə 3-cü, 6-cı gün 9:00 və 10:30 ardınca ədəbiyyat başlamış olacaq. Və onu da qeyd edeyim ki, bu il ibtidai sinif müəllimləri üçün də qruplarımız yaradılmış olacaq. İndiyənə qədər demək olar ki, son 2 ildə ibtidai siniflər üçün qrup götürmürdük, amma bu ildən etibarən qrupumuz olacaq. Deməli, dərsimizin gedişatının təşkili ilə bağlı dərsimiz necə təşkil olunacaq, onunla bağlı məlumat verirəm. Deməli, müəllimlər, dərsimiz 3-cü, 6-cı gün, məsələn deyirəm, onlayn dərsimizdən söhbət gedir. 3-cü, 6-cı gün 19:00-dadırsa, 19:30-dadırsa dərsimiz, siz Azərbaycan dilindən və ədəbiyyatdan eyni formada dərsi öyrənmiş olacaqsınız. Yəni necə? Deməli, 19:30-da dərsimiz olacaqsa, mövzumuz məsələn isim mövzusudur və ya fonetika mövzusudur. Mövzunun izahı bütövlükdə hazır şəkildə qrupa göndərilir. Yəni, siz rahat şəkildə mövzunun izahını izləyə bilirsiniz. Həmin izahlar YouTube üzərindən çəkilmiş izahlardır. Plus, isim mövzusu hansı testlə işləyəcəksiniz? Məsələn deyirəm, elm test vəsaitindən işləyirik. Həmin test vəsaitində məsələn 100 dənə sual özləşsin tapıb isim mövzusuna. Bütün sualların hamısının hazır şəkildə izaha qrupa göndəriləcək ki, siz rahat şəkildə istifadə edə biləcəksiniz. 19:30-da canlı yayım asılacaq. Məsələn, 3-cü gün 19:30-da canlı yayım asıldı. Həmin canlı yayımda ola bilər ki, sən videonu izləyibsən, testdə işləyibsən, səhvlərinə baxıbsan, amma yenə də videodan başa düşmədiyin nüanslar var. Məsələn, görək mikrofonum istəyir, hər istəyir. Deməli, ola bilər ki, başa düşmədiyin nöqtələr var ki, məsələn, 85-ci sualda B variantı sənin üçün qaranlıq qalıb. Həmin sualını verəcəksən, cavablandırılacaq. Sizin sualları yekunlaşandan sonra mən suallar verəcəm sizə. Ardınca mövzunun sınağı göndəriləcək, isimin sınağı. Növbəti dərs 6-cı gün üçün sifət mövzusu eyni qaydana keçirilmiş olacaq və nəzərinizə çatdırıram ki, hər bazar günü 2 mövzunun ümumi sınağı göndərilir. Yəni necə? 3-cü gün isim mövzusunu keçdin, sınağı göndərildi. 6-cı gün sifət keçdin, sınağı göndərildi. Bazar günü isə isim və sifətə aid olan ayrıca bir sınaq göndərilmiş olur ki, mövzunu daha da təkmilləşdirəsən. Qəbula qədər bu sınaqlar davam edir. Yəni, hər günlük sınaqlar, həftəlik sınaqlar, aylıq sınaqlar. Həftə ərzində 3 sınaq eləyəndə, bir ay ərzində neçə sınaq edir? 12 sınaq. Və plus da ay ərzində də bir dəfə ümumi sınağımız keçirilir ki, 13 dənə ay ərzində sınaq işləmiş olursan ki, qəbula tam hazır vəziyyətdə getmiş olursan. Deməli, mövcud olan bütün test vəsaitlərindən istifadə edirik. Elm test vəsaitidir, EMAŞİMdir, müəllif testləridir. Yəni, mövcud olan nə ağır testlər varsa, hamısından istifadə edirik. Yaşıl üzlü testi, eyni zamanda mənim sınaqlarımdan istifadə edəcəksiniz ki, həmin sınaqlar, məlumat olan müəllimlər bilir ki, həmin sınaqlar elmin testindən də ağırdır, yaşıl üzlü testindən də ağırdır, həqiqətən. Yəni, faydalıdır. Ağır deyəndə məqsəd ağır sual hazırlamaq deyil, məqsəd faydalı sual hazırlamaqdır ki, sən bir sualın üzərindən nə qədər qayda öyrənmiş olacaqsan. Keçək ədəbiyyat dərsimizə. Ədəbiyyat dərsimiz əvvəlki illərdə qoşulan müəllimlərimizin məlumatı var. Hər mövzunun hazırladığı PDF-ləri olur. Məsələn, mövzu götürək ki, Nizami Gəncəvi mövzusudursa və ya Füzuli mövzusudursa,
Füzulinin hansı əsərləri var? Bizə düşən Leyli və Məcnun, Söz qəzəli və Məni candan usandırdı. Həmin mövzuların hazır PDF-ləri qrupa göndərilir. Həmin PDF-lər üzərindən çəkilmiş dərs izahları qrupa göndərilir. Məsələn, Məni candan usandırdı. Hansı məqamlar verilib? PDF-nin üzərindən bir-bir izahlar olunub, video şəklində göndərilir. Bu, ona xidmət eləmiş olur ki, ola bilər ki, sənin vaxtın yoxdur, PDF-ni oxuya bilmirsən, ən azından videonu dinləyə bilərsən. Sonra, deməli, mövcud olan bunda da, yəni ədəbiyyatda da mövcud olan bütün test vəsaitlərindən istifadə olunur. Yəni, ağırlıq dərəcəsi çətin olan. Birdən görürsünüz, gəlir deyir ki, mənim dimin testindən niyə istifadə eləmədik? Mənim dimin testi bizə lazım deyil də, çox primitiv olduğuna görə istifadə eləmədik. Başqa, mənə elə gəlir ki, toxunulacaq bütün məsələləri haqqında məlumat verdim. Deməli, dərsə qoşulmaq üçün 441 əlaqə nömrəsi də qeyd edeyim. 070 441 12 02 nömrələrinə əlaqə saxlaya bilərsiniz. 441 12 02 nömrələrinə əlaqə saxlaya bilərsiniz. Həm əyani dərslərimiz haqqında məlumat ala bilərsiniz həmin nömrəyə yazaraq, həm onlayn dərslərə qoşula bilərsiniz. Bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.